Salam dəyərli izləyicilər, İnkişaf Dazan verilişindəyik. Bugün biz idarə etməyə texnologiya prizmasından baxacağıq. Çünki indi rəhbərlər instinkt və təcrübə ilə deyil, data və kodlarla formalaşırlar. Etibar isə blockchain üzərində qurulmuş dəyişmə sistemlərdə, qərarlar isə analiz edilmiş datalarda axtarılır. Və biz bugün bu texnologiyaların tətbiqini deyil, idarə etmənin bu texnologiyalarını yenidən necə dizayn edə bilərik, onu müzakirə edəcəyik. Gəlin başlayaq. Qonaqlarımız İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, Amiyanın müxbir üzvü, həmçinin Azərbaycan Texniki Universitetinin Data Elmi və Süni İntellekt İnstitutunun direktoru Ramiz Alquliyevdir və həmçinin Crypto Consulting şirkətinin direktoru, Crypto Invest Asportanlı rəhbəri və Unique Biznes Məktəbinin müəllimi Elnur Quliyevdir. Xoş gəlmisiniz. Xoş gəldiniz. Elnur, mənim ilk sualım sizə olacaq. Bilirsiniz ki, hal-hazırda Aslan İnnovativ İnkişaf Mərkəzinin blockchain təhlil mərkəzində blockchain təlimləri keçirilir. Amma nədənsə son zamanlar hər kəsə blockchain deyilir. Blockchain nədir deyirlər? Nədir blockchain ümumiyyətlə? Niyə son zamanlar bu texnologiyanın adı çəkəndə hər kəs sual verir ki, o nədir? Tətbiq mi etmirlər, yoxsa çox qəliz texnologiyadır? İlk öncə onu qeyd edeyim ki, hər hansı bir informasiyanın, texnologiyanın barədə məlumatın bilinməsi və digər hallarda soruşulması ki, nədir? Bu birbaşa maarifləndirmə ilə əlaqədardır. Təbii ki, maarifləndirmədən sonra ölkədə onun tətbiqi sayəsindən bağlıdır. Ona görə də əslində normaldır ki, bunu bilmirlər hələ də. Çünki hələ də ölkəmizdə bunun tətbiqi sayıları çox az istiqamətdədir. Amma ümumilikdə bir blockchainə düzdür, müxtəlif tərifləri var, amma blockchainə bir qısa, sadə dillə bir tərif versək, təsəvvür edin ki, bir qrup insan bir-birlərinə pul köçürməsi eləyirlər və eyni vaxtda bunu eləyirlər və istənilən halda hər bir əməliyyatın tarixçəsi də o köçürən insan, pul köçürən insanların hər birində o data var. Və bunu hər hansı bir formada dəyişmək üçün bu məcburdur bütün insanlarda bunu dəyişsin. Bu da heç bir halda mümkün deyil. Və ümumi dillə desək, blockchain adı deyəndə onlayn qeydiyyat jurnalı kimi başa düşməlidir. Blok həmin o pul köçürməklə bağlı datanın yazıldığı bir belə deyək də məlumat blokudur. Chain isə bunları birləşdirən bir zəncirdir. Yəni bunlarda heç bir halda bunları dəyişmək, onları hər hansı bir formada informasiyanı dəyişmək mümkün deyil. Ona görə də blockchain texnologiya adı gələndə ilk növbədə ağlımıza şəffaflıq, dəyişilməzlik və etibar anlayışı gəlir ki, bu da belə deyək də yeni texnologiyaların iletişim idarə etmədə, müxtəlif sahələrdə, nəinki maliyyə, səhiyyə, dövlət kadastr xidmətlərində tətbiqi də artıq belə deyək də son zamanlar daha da gündəmə gəlibdir. Qeyd etdiniz, o datadır. Deməli, indi hal-hazırda bu datanın toplanması, yəni bütün şirkətlərdə var. Bu da ən dəyərli resurs hesab olunur. Ramiz müəllim, amma bir sual hələ açıqdır. Data şirkətindirmi, dövlətindirmi, yoxsa istifadəçinindir? Data hər üçünündür. Data niyə bu qədər dəyərlidir? Onun tərifi baxsaq oradan daha aydın görünür. Tarixi baxsaq, belə tarixə ekskursiya eləsək, elmin inkişaf mərhələləri var. Empirik elmdən 16-cı əsrə qədər olub empirik elm, 16-cı əsrdən başlayıb nəzəri elmlər, nəzəri elmlər daha gəlib 50-ci illərə qədər, sonra gəlib hesablama elmləri. Hesablama elmləri deyəndə nə başa düşür? Misal, fiziki informatika, kimyəvi informatika, bioinformatika, tibbi informatika gördünüz. İnformatika özü ilə multidisipliner fənlər çıxartdı orada. Hamısı nəyin üzərindədir? Hesablamaların üzərində. Hesablama nəyin üzərində gedir? Dataların üzərində. Datalar toplandıqca onları analiz etmək lazımdır. Son 90-cı illərdən bəri ki, webin meydana gəlməyi və xüsusilə də bütün bu sensorlar, informasiyanın əldə olunması, toplanması o qədər böyük sürətlə getdi ki, informasiya çoxaldı, datalar çoxaldı. Datalar nə etmək lazımdır? Emal etmək lazımdır. Data mining nədir? Həmin o mədənçilikdən gələn ona uyğun bir termindir. Orada necə ki, milyon tonlarla suxurları, torpağı emal edib oradan qiymətli material, qızıl əldə edirlər. Burada da böyük həcmdə məlumatları analiz edib, oradan yeni biliklərin, trivial olmayan yeni biliklərin aşkarlanması prosesidir. Buna deyilir data mining. Bizim dildə o tərcümə olunur verilənlərin intellektual analizidir.
Və gəldik, çıxdıq, artıq bu datalar həcmi get-gedə artır. Bir fakt deyəcəm. Bəşəriyyətin başlanğıcından 2003-cü ilə qədər toplanmış məlumatların, dataların həcmi qədər indi bir gündə o qədər informasiya generasiya olunur. Və hər 4 ildən bir informasiyanın, dataların həcmi 2 dəfə artır. Bu keçən ilki olub 149 zettabayt, bu 181 zettabayt datalar generasiya olunacaqdır. Bu qədər informasiyanın, bu qədər datanı nə etmək lazımdır? Gəldi çıxdı 2008-ci ildə Big Data termini çıxdı. Artıq bu datadan əvvəllər deyirlər kiçik data, orta ölçülü data, böyük data, böyük ölçülü data, artıq onlar o qədər böyük sürətlə artdı ki, həcmi. Artıq yeni bir termin çıxdı 2008-ci ildə Big Data dedilər ona. Böyük həcmli məlumatlar dedilər, böyük həcmli verilənlər dedilər. Və bir faktı deyəcəm ki, 2011-ci ildə Davosda keçirilən iqtisadi forumun əsas şüarı Big Data yeni iqtisadiyyatın neftidir. Bu şüar oldur. Yeni ənənəvi iqtisadiyyatda neft hansı rolu oynayırsa, indi Big Data yeni iqtisadiyyatda rol oynayır. Nə deməkdir? Neft emal olunduqca dəyərə mindiyi kimi, data da emal olunca dəyərə minir. Data ən ucuz, xam mal ucuzdur. Neft ucuzdur, xam neft ucuzdur. Onu emal edib benzin alanda nə qədər dəyərə mindi. Həmin xam neftdən yeni materiallar istehsal edəndə gördünüz nə qədər qiymət arta gedir. Yəni o emalın səviyyəsi artdıqca o dəyərə minir. Dəyərə mindikcə artıq amma o dəyəri necə əldə etmək lazımdır? Onun hansı texnologiyaların köməyi ilə həmin o dataları emal etmək lazımdır? Artıq yeni texnologiyalar, həmin onlardan da biri deyək ki, dataların təhlükəsizliyi, tamlığını qoyulan texnologiyalardan biri blockchain texnologiyalarıdır. Blockchain texnologiyaları ən böyük üstünlüyü onun məlumatın tamlığını qoruyur. Orada bəzən paylanmış, emaldan gedir, paylanmış. Yəni biri dəyişə bilər, o biri artıq hamısı paralel şəkildə belə deyək, bir-birinə konsensus olmalıdır. Konsensus yoxdursa artıq hər hansı bir dəyişiklik o bir tərəfdə hiss olunacaqdır. Tamlıq özünü qorudu. İnformasiya təhlükəsində də ən böyük 3 əsas parametrdən biri həmin o tamlığın qorunmasıdır. Və nəhayət gəldi, bu şəkildə gəldi, çıxdı. Big Data arta gedir və emal etmək o qədər çətinləşir ki, nəinki emal etmək, onu toplamaq, saxlamaq, ötürmək ciddi problemdir bu saatda. Nə etmək lazımdır? Onun müxtəlif istiqamətləri var. Və burada Amerikanın keçmiş prezidenti Barack Obama'nın bir sözü yadıma düşdü. Barack Obama 2011-ci il Davos forumundan sonra dünyada ilk dəfə ABŞ-ın Big Data strategiyası adlı bir sənəd qəbul etdir. Nədir bu sənəd? Həmin sənəddə deyilir. Gələcəkdə ölkələrin qüdrəti, gücü, onun topu, silahı, təbii resurslarından deyil. Bu qədər toplanmış məlumatları hansı ölkə vaxtında emal edib nəticə əldə edəcəksə, o dünyanı idarə edəcəkdir. Get-gedə o vəziyyətə gəlib çıxırıq. O texnologiyalar indi kimlərin əlindədir? Böyük kompaniyaların əlindədir. Biz artıq şartlarını görürük. Artıq o kompaniyalar ki, o məlumatları toplayır, məşhur bir qafa termini var. Google, Amazon, Facebook, bir də Apple. Bunlar necə ki, dünyada gigant neft şirkətləri var, bunlar da dataların gigant şirkətləridir. Bütün datalar bunların əlində toplanıqdır. Əvvəlcədən bilərəkdən yaxud bilmərəkdən dünyanın bütün əhalisi, bütün məlumatlarını ötürüb onlara. İndi biz onlardan asılı vəziyyətdə qalmışıq. Onların sifarişçiləri kimdir? Dünyanın nəhəng dövlətləri,
hansı informasiyanı deyirsən, hansı biliyi deyirsən, onların topladığın məlumatlardan emal edib ala bilirlər. Ramiz müəllim, burada bir etibar məsələsi ortaya çıxır. Əvvəllər deyək ki, etibar bir rəhbər şəxsin şəxsi keyfiyyəti olurdu. İndi blockchain texnologiyalarda bu etibar kodlaşdırılmış mexanizmlərə əsaslanır. Burada siz keçidi Nur müəllim necə qiymətləndirirsiniz? Ümumiyyətlə bu şəffaflığı artırır, yoxsa qərar vermədə hər hansı bir çətinliklər yaradır? Əslində belə deyək də, hər bir yeni texnologiyanın son nəticədə məqsədi idarə etməyə daha təkmil formada belə də insanların istifadəsinə verməkdir. Burada təbii ki, böyük da qeyd etdiyim üçün data nədir? Data göstərir ki, hansı iş görülüb. Blockchain isə bu işi necə görüldüyünü göstərir sistematik olaraq. İdarəçi isə bu iki belə deyək də, texnologiya arasında bir dəyəri formalaşdırır və idarə etmə qərarları verir. Yəni blockchain sistemində elə bir quruluş var ki, artıq bu iştirakçılar arasında etibara ehtiyac yoxdur. Qabaqcadan alqoritmlər yazılır və qabaqcadan bütün adi belə deyək də, nümunə kimi smart kontraktlar deyilən bir anlayış var, ağıllı müqavilələr deyirlər. Bütün məlumatlar ora elektron formada yazılır və tərəflər bunu təsdiqləyirlər və bu təsdiqləndən sonra bu mexanizm işə düşür və buradakı tərəflərin artıq bir-birinə inam məsələsinə ehtiyac qalmır. Bütün sistem avtomatlaşdırılır və bu formada da idarə etmə prosesləri belə təkmilləşdirilir və burada artıq hər hansı bir şəxsin hər hansı bir belə deyək də, qərarlarından asılı olmayaraq sistem başlayır işləməyə. Yenə də bayaqki sualınıza qayıdıram. Artıq burada kimlərinsə kiməsə etibarından söhbət gedə bilməz. Artıq sistem qurulur və texnologiya əsasında bu proses artıq öz işini görür. Yəni burada artıq etibara ehtiyacı yoxdur. Texnologiyanın elə üstünlüyü də ondan ibarətdir ki, bu kimi individual məsələləri ortadan qaldırır. Amma bu sizcə insani hissləri sıxışdırmırmı? Yəni məsələn, əgər bəzi qərarlar artıq data analizlərinə əsasən verilirsə, burada insani hisslər deyək, instinkt deyək, empati hissini deyək ki, bunlar artıq sıradan çıxır, ikinci plana düşür deyək ki, sıradan çıxmır. Bəs bu necə təsir edir rəhbərlərə, liderlərə? Siz necə düşünürsünüz? Sonda qərar verən yenə şəxsdir. Bütün bu texnologiyalar, tarixdən indiyə qədər insan texnologiyanı yaradır həmişə öz üçün köməkçi. Yaradıb ki, özü daha intellektual işlərlə məşğul olsun. Son qərar verən həmişə insan və olacaqdır. Çünki insan intellektinin açılmamış çox böyük sirləri var. Hər yeni texnologiya çıxanda bu suallar çıxır ki, insan özü Biz necə olacağıq? Biz necə olacağıq? Hər texnologiya çıxanda hamının bir sual düşündürürdü. İşsizlik başa alıb gedəcəkdir. Amma təcrübə, tarix göstərir ki, tam əks olubdur. Hər bir yeni texnologiya ənənəvi iş yerlərini bağlayır. Ənənəvi, fiziki güc tələb edən iş yerləri bağlanır. İntellektual tələb edən iş yerləri açılır. İndi də həmin vəziyyətdəyik. Bayaq sizinlə söhbətdə dedim, hal-hazırda Amerika Birləşmiş Ştatlarında tək biznes sektorunda 250 min data analitiklər üçün iş yerləri var. Boş iş yerləri var. Data analitik nədir? İntellektual tələb edən işdir. Data scientistlər deyirlər. Data scientist, data alimləri deyirlər. Data alimləri 3 sütun üzərində qurulur. O 3 sütunu, 3 keyfiyyət özündə birləşdirən şəxsə data alimi, verilənlər alimi deyirlər. Nədir? Riyaziyyatı və statistikanı bilməlisən. Kompüter elmlərini bilməlisən, informasiya texnologiyanı bilməlisən və üçüncü, o data hansı obyektdən toplanıb. Tipsə tipi bilməlidir. Biologiyasa biologiyanı bilməlidir. Marketing isə marketingi bilməlidir. 3 peşəni özündə saxlayan, 3 ixtisası özündə saxlayan, öz 3 ixtisası bilən şəxsə verilənlər alimi deyirlər. Hal-hazırda ki, bax, bizim bu gələcəyin peşəsi həmin data alimləridir. Onlara çox ciddi tələbatı var və dediyimiz ki, ənənəvi, fiziki güc tələb edən, çox da böyük intellektlər tələb etməyən işləri indi nələr görürlər? Virtual köməkçiləri var, süni intellekt köməkçiləri var və s. var. Yəni, rutin işləri görə bilən texnologiyalar insanı əvəz edir. İnsan özü onun üçün yaradır o texnologiyanı, özünə yardımcı yaradır, özünə köməkçi yaradır ki, mən daha intellektual işlərlə məşğul olum.
və tarix də göstərir ki, elədir. İnsan özü üçün yeni, daha intellektual texnologiyalar yaradır. Həmişə özünə köməkçi yaradır və yaradacaqdır. Sonda dediyiniz ki, son qərar insan verir. Hə, yəni ümidlərimizi qırmırsınız. Burada heç vaxt motivasiya verdiniz siz məncə. Heç vaxt bədbinliyə qapanmaq lazım deyil. Burada mən bir əlavə edeyim. Bu istənilən halda bu adi blokçeynlə belə hər hansı bir qərar verilərkən belə onun sonradan dəyişdirilməsi prosesi də mümkündür. Yəni o demək deyil ki, əgər qərar verildisə, birbaşa bunu dəyişmək mümkün deyil və bu elə sistemdir ki, burada konsensus olmalı. Yəni hər bir iştirakçıların ümumi birlikdə qərarıdır və buna hamı hörmət etməli və qəbul etməlidir. O cəhətdən də əgər istənilən halda gələcəkdə hər hansı bir dəyişiklik olarsa və yaxud da ki, sistemlə bağlı istənilən formada yeni əlavələr olarsa, bunu sistemdə etmək mümkündür və bu da yenə deyək ki, sistemin dağılmazlığını, etibarını və şəffaflığını yenə şübhə altına salmır. Elnur müəllim, siz dediniz ki, qərarları dəyişmək mümkündür, amma data dəyişməz qalır, dəyişməzlik vəd edir və deyək ki, buna görə elə səhvlər də orada qalır. Bəs bu bir risk daşıyıcısı deyilmi? İstənilən halda riskin olması bu mümkün deyil ki, risksiz olsun. Burada artıq məsələ datanın necə yığılmasıdır. Blockchain texnologiyasının datanın içindəki məlumatların hansı formada yığılmasına deyil də datanın sistemdə hansı formada saxlanmasına cavabdehdir. Çünki datanın yığılması prosesi ayrı bir mərhələdir. Datadakı oradakı informasiyanın etibarlı, şəffaf və digərlər tərəfindən dəyişdirə bilməməzliyi məsələsi artıq ikinci məsələdir. Odur ki, bundan əvvəlki formada əgər datada bəli hansı informasiya səhv verilibsə, təbii olaraq da bu blockchain sistemi və digər texnologiyalarda ardıcıl formada, o formada gedəcək. Yəni, bundan heç nə sığortalanmır. Təbii ki, əgər orada səhv informasiya varsa, o səhvlik də özünü blockchain-də də göstərə bilər gələcəkdə. Yəni. Burada belədir. Problem nədədir? Bu dataların, verilənlərin səhih, doğru, düzgün olmasının əsas cavabdehi blockchain texnologiyaları deyil. Data mühəndislərdir. Verilənlər mühəndisidir. İnformasiyanın toplanması, necə toplanması. Misal üçün, bir misal deyim, eyni informasiyanı təkrar toplaya bilərsən. Təkrar. Böyük bir həcmli məlumat olar, amma eyni informasiya olar. Bu özü yanlışlıqdır. Süni şəkildə informasiyanın həcmini böyütməkdir, amma yaxud da ki, səhv məlumatlar toplanır. Sensorla səhv məlumatları toplayıbdır. Bütün bu blockchainə qədər olan texnologiya, data elmə qədər olan hissəsi ki var, dataların analiz hissəsinə qədər olan hissə, o hissəyə qədər datalar təmizlənməlidir. İlkin emal prosesindən keçməlidir ki, alınan nəticə, onun üzərində aparılmış analiz yaxşı nəticə versin. Uşağı öyrədərsən səhv misallar üzərində, uşaq gedir kəsilər. İmtahanına qəbul olunmaz. Bu da həmin şeydir. Həmin prinsip üzərində qurulubdur. Datalar elə seçilməlidir ki, elə emal olunmalıdır ki, ilkin emal prosesindən elə keçməlidir ki, həmin o dataların üzərində yeni qurulacaq texnoloji, yeni bilik əldə olunur. Bax, o düzgün bilik olsun, düzgün informasiya olsun və onun əsasında da düzgün qərar qəbul edəcək. Sonda düzgün qərar qəbul etməkdir. Bütün bu analitikanın kökündə sonda düzgün qərar qəbul etməkdir. Bu məşhur bir piramida modeli var. Data, informasiya, bilik, müdriklik. Əsasında datalar, ilkin verilənlər, xam verilənlər datalardır. Verilənlərdir. Datalara sual verirsən, toplandı, sual verirsən. Kim, nə, harada, nə zaman? Bu sualdan yeni informasiya əldə edirsən. İnformasiyanı əldə edəndən sonra sual verirsən, necə və niyə? Onu analiz edirsən, sən bilik əldə edirsən. Bilikdən sonra, bilikdən istifadə edib qərarlar qəbul edirsən. Zamanında, yerində, zamanında qərarlar qəbul edirsən. Bax, bu piramida, bütün insanın düşüncə tərzi bunun üzərində qurulub. İnsanın intellekti bu piramida ilə ölçülür. İnsan var ki, intellekti data səviyyəsindədir. Yalnız faktı bilir. Bu fakta sual versən ki, niyə deyir o haqda düşünməmişəm? İnsanın intellektinin cavabı budur. İnsan sual verir, niyə, nə zaman, harada? O sualı verir, oradan informasiya əldə edir. Bəs indi bu dataların toplanması deyirik də, bu data təhlükəsizliyi, insanların şəxsi məlumatlarının qorunması, bununla bir ziddiyyət təşkil etmirmi?
Azərbaycanda fərdi məlumatların qorunması haqqında qanun var. 2010-cu ildə qəbul olunub. O cümlədən Avropa Birliyinin 2016-cı ildə məlumatların qorunmasının ümumi qaydaları haqqında bir sənəd qəbul olunub, akt qəbul olunubdur və 2018-ci ilin 25 mayından öz qüvvəyə minibdir. Orada fərdi məlumatların daşıyıcıları özünün hüquqları var. O fərdi məlumatları emal edən təşkilatlar, dövlət qurumları, onların öz vəzifələri var. Bu qaydaları, əgər o emal prosesində, əgər fərdin hər hansı bir məlumatı aşkar, belə deyək ki, orada fərdin, şəxsiyyətin, belə deyək, fərdi məlumatları açıqlanarsa, artıq onu emal edən təşkilat məsuliyyət daşıyır. Bu qaydada, o qarşılıqlı qaydada hüquq var. Mən öz məlumatlarımı, fərdi məlumatlarımı verirəm, emal üçün verirəm. Amma orada adsızlaşdırma prosesi getməlidir. Bilinməli deyildir ki, o analiz olunandan sonra mənim haqqında bilinməyən yeni biliklər əldə edilsin. Edə bilərsən, amma bilinməli deyil ki, bu kimdir? Adsızlaşdırma prosesi olmalıdır. Mütləq şəkildə belədir. Yəqin ki, məlumatlar da müəyyən çərçivədə toplanılır. Və həmin fərdi məlumatın sahibi ixtiyarı anda öz məlumatını oradan götürmək sahibinə malik olmalıdır, hüququna malik olmalıdır, dəyişdirmə hüququna malik olmalıdır ki, yəni mən öz məlumatlarımı verdim, o demək deyil ki, bundan sonra mən onu dəyişə bilmərəm. O demək deyil ki, mən onunla həmişəlik sizə verdim. İxtiyarı anda mən onu götürüb geri götürmək hüququna malikəm. Qanun bunu deyir. Və o vaxta qədər ki, dövlətin özündə bu analitika, əgər dövlətin maraqlarına ziddirsə, dövlət müdaxilə edəcəkdir, mütləq şəkildədir. Dövlətin təhlükəsizliyinə, iqtisadi təhlükəsizliyinə, milli təhlükəsizliyinə təhdid varsa, onun qarşısı alınacaqdır. Bu da qanunda öz əksini tapır yəqin. Qanun öz qüvvəsini göstərir. Burada bir əlavə eləmək istəyirəm. Bu fərdi məlumatların içində də baxır ki, hansı məlumatlar məxfidir, ictimaiyyətdə belə deyək də açıqlana bilər və edə bilməyən məlumatlar da var. Bəli, məsələn, maliyyə ilə bağlı məlumatlar, məsələn, biz məlumatlar ötürürük banklara, o təbii ki, bank sirridir və heç bir istiqamətdə açıqlanmır. Amma elə məlumatların uzaq açıqlana bilər. İkinci məsələ olur ki, bəzi fərdi məlumatların da sızdırılması da şəxsin özündən asılıdır. Misal üçün deyim, hazırda kibercinayətçilik də bilirsiniz, hansı artıq inkişaf eləməyə başlayıb. Onun da əsas səbəblərində insanlar özləri belə bilmədən fərdi məlumatlarını sosial şəbəkələrdə və yaxud da ki, indi bilmədiyi mobil tətbiqlər var ki, orada qeydiyyatdan keçərkən sizin bütün telefondakı fərdi məlumatlara giriş istəyir. Siz buna icazə verməklə telefonunuzda olan fərdi məlumatlardır, hətta sizin banklarda keçdiyiniz mobil tətbiqlərdə verdiyiniz informasiyanı belə onlar götürə bilirlər. Və o məlumatları onlara ötürməklə təbii olaraq siz artıq özünüzü onlar üçün bir belə deyək də informasiya mənbəyinə çevrirsiniz və sabahçı formada sizə bəlkə də qəribə gələ bilər ki, bu məlumat sabah lazım olmaya bilər, amma o məlumatları sabah formada istifadə edib həm ölkənin milli təhlükəsizliyi baxımından istifadə edə bilərlər, həmçinin də müəyyən bu ticarətlə məşğul olan, elektron belə deyək də ticarətlə məşğul olan şirkətlər var ki, onlar o big data deyilən anlayışı məlumatlar götürüb sabah gələcəkdə bunu biznes maraqlarında istifadə edə bilərlər. Halbuki bəzən biz özümüz də fikirləşirik ki, bu məlumatlar nəyə lazımdır? Hansı formada istifadə olunur, amma bu məlumatlar gələcəkdə həm milli təhlükəsizlik formasında və yaxud da ki, hər hansı bir şirkətin iqtisadi formada məlumatdan emal olaraq gələcəkdə onun biznes maraqları formasında istifadə oluna bilər. Biz düşünürük ki, artıq cəmiyyət adaptasiya olub, hər kəs texnologiyanı bilir, amma belə görürəm ki, hələ də maarifləndirməyə ehtiyacı var. Mütləq şəkildə maarifləndirmə mütləq lazımdır. Ona görə də hətta görürsünüz ki, adətən düzdür, bunu banklar keçirir ki, gələcəkdə SMS gələrkən və yaxud da fərdi məlumatların belə deyək də verilməsi barədə xəbərdarlıqlar olunur. Çünki orada birbaşa maddi maraqlar var. Amma biz bilmədiyimiz elə bir məlumatlarımız var ki, istənilən halda sosial şəbəkədir. Biz birazdan görürsünüz ki, kimlərsə vəsiqələrini hansısa formada paylaşırlar və yaxud da ki, biz diplomlarını paylaşırlar, hansı ki, istənilən data məlumatını gələcəkdə həmin insana qarşı istifadə oluna bilər. Bu adi bir şəkil olsa belə. Fərdi məlumat nə deyilir? Birinci onunla başlayırıq. Fərdi məlumat o məlumatlardır ki, əgər həmin məlumatların əsasında fərdin şəxsiyyətini müəyyən etmək mümkündürsə, bu fərdi məlumatdır.
Fərdi məlumatların Elnur müəllim dedi. Həssas fərdi məlumatları var ki, o açıqlanmır. Tibbi məlumatlar və xəstəliklə bağlı bu həssas məlumatlardır. Həssas fərdi məlumatlardır. Məhkumluqla bağlı bu həssas fərdi məlumatlardır. Bunlar açıqlanmır. Heç vaxt açıqlanmır. Açıqlanan məlumatlar var. Elnur müəllim dedi ki, o ad, familiya, doğum tarixi burada böyük bir şey yox. Yəni bu açıq hamı tərəfindən təhsil müəssisəsində belə məsələlər var ki, bu aşkar məlumatlardır və orada bir ciddi bir məqam da var. O məlumatlar, hətta açıq məlumatları tək bir şəxsdən getmir, şəxsləri götürüb analiz edib oradan yeni bilik əldə etmək və o bilik dövlətin təhlükəsizliyinə təhdiddirsə orada dayanır. Analitika orada dayanır. Analitikanın bir səviyyəsi var. O səviyyəyə qədər analitika aparıla bilər. O səviyyəni keçəndə əgər dövlətin milli təhlükəsizliyinə təhdid varsa, orada dövlət öz sözünü deyir. Eyni proses idarəetmədə də tətbiq olunur. Hər yanda elədir, bəli. Onda Elnur müəllim, Asan İnnovativ İnkişaf Mərkəzində indi hazırda sizin tərəfinizdən blockchain və rəqəmsal investisiyalar təlimləri keçirilir. Bu təlimlərin əsas məqsədi nədir? Bu rəhbərlərə nə verir? Onların düşüncə tərzini dəyişir, yoxsa qərar vermə modelini? İlk növbədə qeyd edim ki, əsas məqsədimiz, birinci qayəmiz maarifləndirmədir. Təbii ki, təlimin özündə də biz iki istiqamət götürmüşük. Birinci istiqamət ümumilikdə texnologiyalar haqqında məlumat vermək, onlar haqqında onların verdiyi töhfələri göstərmək, onların içində blockchain texnologiyasıdır, NFT texnologiyalarıdır, metaverse, smart kontraktlar, çünki bunlar hələ də bizim cəmiyyətimizdə yeni mövzulardır. Nə qədər bu barədə məlumat olsa da biz çalışırıq o barədə informasiyanı yetirək. İkinci tərəfdə rəqəmsal investisiya tərəfindən. Çünki bilirik ki, bu son zamanlarda rəqəmsal valyutalara böyük kifayət qədər maraq artıbdır. Bitcoin, Ethereum kimi kriptovalyutalara insanlar investisiya edir. Onun özünün də öz riskləri var orada. Bu bir aralar çox artmışdı. İndi yenə görədədir. Bəli, bütün dünyada belə, Amerikanın özündə belə Donald Trump'ın hakimiyyətə gəldiyişindən sonra rəqəmsal valyutalara kifayət qədər belə deyək də qapıları açıldı onlar üçün. Donald Trump da qeyd eləmişdi, bunu biz Amerika eləməsək, gedəndə sonunda bunu Çin eləyəcək, biz onu qabaqlamalıyıq və hətta ölkənin maliyyə ehtiyat sisteminə də ilk kriptovalyutadan Bitcoin də bunu belə qəbul etmək artıq belə deyək də çox. Bu hansı ehtiyacdan formalaşır? Bilirsiniz necə rəqəmsal bir yaxud da gedim texnologiyalar inkişaf edir, iqtisadiyyatlar rəqəmsallaşır. Rəqəmsal iqtisadiyyat da rəqəmsal valyutalar tələb edir. Rəqəmsal valyutaların da ənənəvi valyutalar, ənənəvi investisiya alətlərindən fərqi ondadır ki, bunlar daha çox statistik məlumatlara baxsaq son 10 ildə onların verdiyi gəlirlər, mənfəətlər digər ənənəvi investisiya alətlərindən daha çoxdur. Təbii ki, düzdür, risklər də var, amma investorlar ən çox nəyə baxırlar? Statistik məlumatlara. 10 il bundan qabaq tutaq ki, qızılın qiyməti son 10 ildə 3 dəfə bahalaşıbsa, rəqəmsal valyuta məsələn Bitcoin kimi qiyməti bəlkə də yüzdə, minlər dəfə bahalaşıb. Onlar da baxırlar ki, bəli, yeni artıq Z belə deyək də nəsli yetişir. Onlar da son zamanlarda daha tez, daha çox pul qazanmaq istəyirlər. Bu cürə imkanları verən sistemdə ancaq rəqəmsal valyutalardır. Və buna böyük axınlar gedir. Hətta elə investisiya fondlarının rəhbəri məsələn BlackRock kimi dünyada 10 trilyon dollarlıq investisiya portfelini idarə edən bir şirkətin rəhbəri çıxıb deyir ki, bəli, biz tövsiyə edirik ki, portfelimizin 1-3%-ni Bitcoin kimi valyutalarda, rəqəmsal valyutada investisiya etmək heç də riskli deyil. Təbii ki, baxın, dünyanın nə qədər investisiya fondları var, onlar elə portfelinin 1%-ni bu rəqəmsal valyutada investisiya eləsələr, tələb təklif tərəfindən baxsaq, Bitcoinin qiymətini artıq hansı tərəflər gətirib çıxaracağını da özü göstərir. Ona görə də artıq insanlar nəinki texnologiya, artıq texnologiya paralel onların gətirə biləcəyi mənfəəti də nəzərə alaraq belə deyək də başlayırlar investisiya eləməyə. Məqsədimiz də budur ki, bu investisiya edərkən belə oradakı riskləri anlamaq, o risklərdən sığortalanmaq və gələcəkdə hətta sizin rəqəmsal valyutanız varsa, onun təhlükəsiz saxlanması belə artıq yeni dövrün problemlərindən birinə çevrilirdi. Ona görə biz çalışırıq ki, bu formada da maarifləndirmə işlərimizi aparaq. Ramiz müəllim, siz bayaq dediniz ki, müxtəlif sektorları saydınız, marketinq, tibb və s. Bu sektorlarda data strukturları ilə bağlı texnoloji keçid çətinlikləri ilə qarşılaşırlar. Hamısı qarşılaşır. Bayaq dediyim kimi, bu toplanan datalar hamısı 80-90% strukturlaşdırılmamış datalardır.
Blockchain texnologiyaları sürətləşmiş datalar üzərində işləyir. Onun data elmi ilə ciddi fərqi buradadır. Yəni o data elmləri, data analitikləri strukturlaşdırılmamış datalarla 90%-dən çoxu toplanmış məlumatların dataların 90%-i strukturlaşdırılmamışdır. Bu prosesi bəs bu texnologiyalar ki var, analitik texnologiyalar var, dataları analiz, onlar strukturlaşdırılmış datalar üzərində işləməyi bilir, bacarır. Onu strukturlaşdırılmamış dataları strukturlaşdırılmış vəziyyətə gətirmək bütün bu prosesin 80%, 90% vaxtını aparır. Ən böyük data analitikada ən böyük vaxt həmin onun emal prosesinə, analitik prosesə yaxınlaşdırma, o mərhələyə gətirmək üçün bütün vaxtın 80-90% o hissəyə gedir. Yerdə qalan 10-15% yalnız analitika hissəsinə gedir. Çünki sensorlara deyə bilməsək ki, bütün deyək ki, bu video kameralardır. Əksəriyyəti strukturlaşdırılmamış datalardır. Əksəriyyəti böyük həcmdə və bunların da içərisində bildiyiniz kimi hal-hazırda ən böyük üstünlük tekstlərin üzərindədir. Tekstlər belə deyək, webdə yaranan məlumatlar hamısı strukturlaşdırılmayıb ki, kim necə istəyirsə yazır, tökür ora. Onu necə emal edəsən? Çətinliklər buradadır. Risklərdir. Tək risk deməzdim, yəni ki, vaxtın çox hissəsi bura gedir. Bu nə qədər dərəcədə yaxşı strukturlaşdırılarsa, o dərəcədə yaxşı nəticə alacaqsınız. O dərəcədə tez nəticə alacaqsınız. Yəni, bu strukturlaşdırılma prosesi o qədər də asan proses deyil. Vaxt aparan prosesdir, rutin işdir. Blockchain texnologiyasını hazırda Azərbaycanda tətbiq edən hər hansı bir qurum varmı və nəticəsi bəllidirmi? Necədir bu, nə yenilik əldə edib və yaxud hər hansı bir uğur əldə edib, nə dəyişiklik olub həmin qurumun tərkibində? Azərbaycanda hazırda 2 qurumda blockchain texnologiyası tətbiq olunur. Bunlardan biri Mərkəzi Bankdır, identifikasiya sistemi ilə bağlı, bir də gömrük orqanlarında bu tətbiq olunur. Amma nəzərə alaraq ki, blockchainin özü də artıq 3 hissəyə bölünür. Açıq blockchain, qapalı blockchain və identifikasiya, yəni qarışıq. Bizdə tətbiq olunan blockchain qapalıdır, yəni çünki bu data məlumatlarının blockchaində yerləşməsi ancaq Mərkəzi Banka və ya gömrük orqanlarına aiddir ki, bu informasiyanı onlar özləri üçün datanın daha tez, şəffaf və struktur formasında onlara lazım olan belə deyək də formada istifadəsini nəzərdə tutub, yəni onlar açıq informasiya üçün deyil, sadəcə daxili qapalı sistemdədir. Yəni bu ancaq bu 2 formada. Yəni bu texnologiyanı istifadə edən mütləq böyük bir qurum olmalıdır, yoxsa elə kiçik şirkətlər də bundan istifadə etməlidir? Xeyr, bunun üçün böyük-kiçik məsələsi deyil, sadəcə nəzərə almaq lazımdır ki, bu texnologiya elə bir texnologiya, bu xüsusi data analitiklər və blockchain mütəxəssislər tələb edir. Bu da ki, nəzərə alaq ki, ölkəmizdə kifayət, nəinki ölkəmizdə, dünyada da az sayda blockchain mütəxəssislər var. Bu da onu əlçatan etmir. Həm də maliyyə cəhətdən də bunun araşdırılmasıdır, bunun tədqiqatlarıdır, tətbiqi formasında lazım olan maliyyə resursları lazımdır ki, bunu olsun. Ümumiyyətlə, dünyada da fikir versəz, blockchain əsasən maliyyə sektorunda tətbiq olunur. Çünki maliyyənin buna pulu var. Kifayət qədər də bunun datanın emalı və texnologiyanın inkişafı üçün maliyyə ayrılırlar. Ona görə də əsasən bu sahədə daha çox inkişaf edib. Yəni, birbaşa texnologiyanın əlçatanlığı və buna ayrılan maliyyə resurslarından irəli gəlir. Ona görə də belə deyək, blockchainin hər bir şirkət bunu özünə belə deyək, tətbiq eləməkdə çətinlik çəkirlər. Blockchain texnologiyalarının ən çox belə deyək, tətbiq olunduğu və yaxşı nəticə verdiyi sahələr maliyyədir, marketinqdir, tibbdir, identifikasiya prosesidir. O gömrükdən keçmə prosesi, identifikasiya. Orada 100% identifikasiyadan söhbət gedir. Yəni, səhv edərsən, ciddi nəticələrini görərsən. Fırıldaqçılıq, maliyyədə, bank sektorunda fırıldaqçılıq başalıb gedir. Onun qarşılığını almaq üçün blockchain texnologiyalarından istifadə olunur. Tibbdə fərdi məlumatların ötürülməsi, dərman prosesi və s. Onlar o qədər həssas məlumatlardır ki, onları mütləq şəkildə orada səhv etmək olmaz. Orada blockchain texnologiyaları çox belə uğurla tətbiq olunur və ən çox da ora tələb olunan sahələrdən biridir. Həmçinin
bu dövlət sektorunda kadastr sistemidir, seçkilərdir. Yəni seçki sistemi onlar var. orada çox dünya təcrübəsində özün doğruldan bir sistem olur ki, blokçeyn həqiqətən də bu ən azı bu iki sahədə özünü doğrultmuşdur. Xüsusilə seçki sistemində bildiyiniz kimi hər bir seçki prosesindən sonra aləm qarşı bir əksər ölkələrdə onu görsən, o deyir falsifikasiya getdi, bu deyir falsifikasiya getdi. O falsifikasiyanın qarşısını almağın ən yaxşı yollarından biri blokçeyn texnologiyasını tətbiq edir. Blokçeyn və data texnologiyaları sizcə gələcəyin idarə etməsində nəyi dəyişəcək və hansı məsuliyyətləri yaradacaq? Deməli, hər bir texnologiya əslində bir alətdir idarəçi üçün. Yəni bu alətdən necə istifadə olunmasından asılıdır. Təbii ki, gələcəkdə uzun müddətli mövqedə bu data və hər iki texnologiyadan istifadə etməmək artıq şirkətin idarəçiliyinə belə mənfi təsir edə bilər uzun müddətli mövqedə. Təbii ki, bu yenidən data və blokçeyn texnologiyanın tətbiqi bu danılmazdır və hər bir idarəçi mütləq şəkildə bundan istifadə etməlidir və eləyəcək də, məcburdur buna. Çünki əgər bunu eləməsə, artıq belə deyək, zamanədən ayaqlaşmamış kimi sayıla bilər. Geriyə qalır. Təbii ki, bunun artıq geriyə dönüşü yoxdur. Həm biznesdə, həm təhlükəsizlik baxımından formada bunun biznesdə və nəinki biznesdə, həm də idarəçilik formasında, həm şirkətlər yox, hətta dövlət belə artıq bunun istifadəsində maraqlı olacaqdır. Hətta Azərbaycan özündə də bizdə UNEC Biznes Məktəbində artıq bununla bağlı ixtisaslar var, son 2 ildə açılıbdır. Tətbiqi sahəsi az olsa belə indidən bununla bağlı tədris olunur və tələbələr artıq ən azından fundamental biliklərə sahib olmuş olurlar. Sizin fikriniz necədir Ramiz müəllim? Hansı məsuliyyətləri yarada bilər? Məsuliyyət burada, məsuliyyət harada yaradan bilər? Səhv analitika gedəndə. Əgər analitika prosesi səhv gedirsə və yaxud toplanmış məlumatlar səhvdirsə, misal göstərəcəm, hər hansı bir sistemi elə öyrədə bilərsən ki, yalan məlumatlar üzərində, misal üçün, deyək ki, ölkəyə giriş-çıxış sistemlərində, elə bir məlumat həmin sistemi öyrədə bilərsən ki, misal üçün deyirəm, qara rənglər buraxmasın ölkəyə. Sistemdən buraxmasın. Yalan məlumatlar üzərində həmin sistemi öyrədərsən. Bu ciddi problemlər, təhlükəsiz problemlər yarada bilər. Ciddi ayrı-seçkili əmələ gətirə bilər. Yəni, bu toplanmış məlumatların necə toplanması əsas oradadır. Sonra gəlir, indiki bildiyimiz kimi, hal-hazırdakı biz hansı cəmiyyətdə yaşayırıq? Bizim yaşadığımız cəmiyyət informasiya cəmiyyətidir. Biliklər iqtisadiyyatına gedirik biz. Bəzi ölkələr var, artıq informasiya cəmiyyəti prosesindən keçib, gəlib biliklər iqtisadiyyatı vəziyyətindədirlər. Bilik, bayaq dediyim kimi, data ən ucuz xam maldır. Dəyəri aşağıdır. İnformasiya ondan dəyərlidir. Bilik informasiyadan da dəyərlidir. Müdrik qərar ən qiymətlisidir. Müdrik qərar versən, dövlət düz yolla gedər, iqtisadiyyatı da, təhlükəsizlik də hər şeydə yerində olar. Səhv qərar verərsiniz, səhv böyük fəlakətlərlə üzləşə bilərsiniz. O artıq gəlir, insanda bitir. Sonda, amma yenə də gəlir, analitika hansı ardıcıllıqla gedəcək və necə gedəcəkdir? Əgər müdriklik nə deməkdir ümumiyyətlə? Lazım olan biliyi, lazım olan yerdə, lazım olan anda istifadə etmək bacarığına müdriklik deyilir. Bax, qərar qəbul edən müdrikliyi oradadır. Lap keçmişdən də baxsaq, filan kəsən müdriklik nə deyirlər? O da gedirdi, həmindəki müdrik adam tarixə bir təcrübəyə əsaslanırdı. Bu halda hansı qərar qəbul olundu, düz oldu, yaxud bu halda hansı qərar qəbul olundu, səhv oldu. Bax, dediyim kimi, lazım olan yerdə, lazım olan bilik, lazım olan anda istifadə edib müdrik qərar qəbul etsən, bu artıq belə deyək, hər şey yerində olur. Bu proses normal gedirsə, data normal toplanırsa, data yaxşı analiz olunur, informasiya əldə edirsə, datadan sonra yaxşı bilik əldə edirsənsə və sonda da müdrik qərar qəbul edirsənsə, hər şey yaxşıdır. Və bildiyimiz kimi, çox sadə bir şey deyim, informasiyanı biz oxuyuruq müxtəlif mənbələrdən, alimləri deyirəm, alimlər bilik generasiya edənlərdir. Bilik informasiyadan çox qiymətlidir.
Çox qiymətlidir. Bir misal üçün hər hansı bir saytə misal abunə olursan, ayda $1-2 pul verirsən. Düzdür? Bəli. Amma bir elmi məqaləni internetdən götürmək 30-40 avrodur. Gördünüz, dəyəriyə baxın. Bir məqalənin qiymətinə baxın. Bir dəyişən New York Times qəzetinə onunla abunə olmaq $1-2 aya. Fərqi gördünüz, informasiya ilə bilin fərqi nədir? Cəmiyyətin inkişafı o cürdür. Biz data prosesindən keçmişik. İndi informasiya cəmiyyətindəyik biz. Azərbaycan informasiya cəmiyyətində. Üzümüz doğrudur biliklər iqtisadiyyatına. Biliklər iqtisadiyyatında Azərbaycan artıq informasiya yox, bilik satacaqdır. Bilik görürsə nə qədər qiymətlidir və dünyanı idarə etmək iqtidarındasan, sən artıq müdrik qərarlar verəcəksən. Təşəkkür edirəm hər iki qonağımıza gəldiyiniz üçün, dəyərli fikirlər səsləndirdiyiniz üçün. Beləliklə, data və blockchain bugün bizə göstərdi ki, rəhbərlik status deyil, sistem qurmaq bacarığıdır. Etibar isə mənə güvən deməklə deyil, düzgün qurulmuş alqoritmlə qazanılır. Amma gəlin unutmayaq ki, bu kodlardır. Kodlar bizə seçimlər təklif edir. Ən sonunda isə məsuliyyət bizə, yəni insana məxsusdur. Asan İnnovativ İnkişaf Mərkəzi olaraq rəhbərlərin texnologiyanı daha dərindən anlaması üçün yeni müzakirələr davam edəcəyik. Gələn görüşlərədək inkişafda qalın.